Salam əziz dostlar, Braining'in 27. mövsümü davam edir və yeni də İctimai Televiziyanın efirində görüşürük. Belə ki, iyun ayının ilk seçimi oyunuyla efirdəyik. 10 ildən çoxdur ki, verilişimizə dəstək verən Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir. Bugün də oyunumuz Crystal Hall'dan yayımdadır və buranın əməkdaşlarına böyük təşəkkürüm var. Verilişimizin baş sponsoru isə bu mövsümdə də NAR'dır. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olanların İctimai Əlaqələr üzrə meneceri Anar Məsimov, DJ pultu arxasında DJ Maxim, dəstək qrupumuz gözəl rəqsləri ilə komandaları sevindirəcək Flash qrupunu salamlayırıq. Xatırladıram ki, NAR kubokuna daha yaxınıq. Bir aydan sonra bilinəcək onun sahibi və dəyişməyən baş sponsorumuz NAR kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Martın çempionu Göyçayın NAR Plus komandasını salamlayaq. Kubok uğrunda mübarizə aparacaq daha bir komanda Aprelin çempionu Norm Sementi. Və bir həftə bundan qabaq bildik ki, may ayının çempionu da Bakıdır. Mən yeri gəlmişkən Bakı komandasını qırmızı masa arxasına dəvət edirəm. Kənan Dadaşzadə, Namiq Quluzadə, Səbuhi Göyüşov, Tural Sultanov, Ağarəhim Qılıçev və Elgün Əbdürrəhmanov bu fürsəti ona görə əldə edirlər ki, onlar növbəti ayda da çempion olub, öz rəqiblərinin sayını azalda bilərlər. Görək bu fürsətdən necə yararlanacaqlar. Bəs onlara qarşı oynamaq üçün ringə kim çıxmaq istəyir? Sumqayıt, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qazax, Şəki, Texniki Universitet Naxçıvan, yenə Norm Sement, Ağcabədi, Milli Aviasiya Akademiyası. Niyə də yox? Gəlin yaşıl masa arxasına. Pərvin Həsənov, İlyas Şahmuradov, Murad Məlikov, Zaur Həşimov, Nuray Məmmədsalayeva və Pərviz Əsədov öz yerlərini tuturlar. Düymədə Nuray Məmmədsalayeva, Nuray ən emosional oyunculardan biridir. O masa arxasındadırsa özünüzü gözləyin. Heç asan olmayacaq. Pərviz isə tamaşaçıların böyük simpatiyasını qazanmış kapitanlardan biridir. Mən ümid edirəm ki, oyunu alınacaq. Hər halda tələbələr Bakı komandasına qarşı görək necə oynayırlar. Bugün bütün döyüşlər Elgün 5 xala qədər olacaq. İlk döyüş 0-0 hesabı ilə açılır və ilk sualım belədir. Alyaskada ənənəvi xizəkli it yarışları keçirilir və ilk olaraq qaçış məsafəsi 1000 mil olsa da sonradan simvolik olaraq 49 mil də əlavə edilmişdi. Niyə məhz 49 mil? Vaxt. Bakı komandası? Kənan cavab verəcək. Çünki Alyaska ABŞ-nin 49-cu ştatıdır. 1-0. Tamamilə doğru cavab. Kənan, mən xatırlayıram bir neçə il bundan əvvəl siz ilk mövsümlərdə cavab verərkən sanki elə bil daha sərbəst idiniz. Mövsümdən mövsümə siz daha rəsmiləşirsiniz. İşinizi dəyişmişsiniz, yoxsa bu oyunun elə bil ki, icazını tutmuş ki, nə qədər az söz işlətsən, bir o qədər az şansın var. Bəli, sadəcə əvvəllər cavab verəndə ətraflı cavab verməyə çalışırdım. Bəzən hansısa artıq sözlər olur və bu problem yaradır. Ona görə sadəcə cavablar verməyə çalışıram ki, heç problem olmaz. Mənim sizinlə problemim yoxdur. Mənim də sizinlə yoxdur, xoşdur oynamaq. Onda davam edirik. Növbəti sual. Pərviz. Jenny Labno yazır ki, böyük rəssam Piero della Francesca 20-ci əsrdə sanki yenidən kəşf edildi. Bəs onun 1463-65-ci illərdə çəkdiyi freska hansı dini mövzuda idi? Vaxt. Buyurun, Bakı komandası. Namiq cavab verəcək. Lazarın yerindən doğulma, yəni dirilməyi daha doğrusu. Elə deyil. Milli Aviasiya Akademiyası düşünür. Sen versen. İslam'dan ne değil? Ne? Reenkarnasyon. Buyurun. Bu suala Nuray cavab verəcək. Reenkarnasiya. Yox, rəssamın əsərləri 20-ci əsr sənətşünasları tərəfindən sanki yenidən dirildi belə deyək, dirildildi desəm daha doğrudur. Bu əsərlər isə İsa'nın dirilməsi mövzusunda idi. Növbəti sual 2 xal dəyərində.
Lazarın dirilməsi mövzusunda isə yəni adını çəkdiyim Piero della Francesca'nın əsəri yoxdur bu mövzuda. 2022-ci ildə İngiltərənin Oswestry şəhərindəki 33 illik tarixi olan məşhur Michelin ulduzlu bir restoranın aşpazı Mark Sebastian Fischer restoranı bağlamaq qərarı almışdı. Onun bu qərarına nəyi itirməsi səbəb olmuşdu? Vaxt. Yaşıl masada 5 star düymə sıxan masadan qalxır. Nuray, çox təriflədim sizi, gözə gəldiniz. Bakı düşünür. Gözləyək, bəlkə övladını, nə bilim, nəsə buna motivasiya verən bir şey itirib. 33 həm də qocalı, dişli. Amma daşını zad olmaz. Aptikayımız abi. Buyurun, Elgün, cavab haqqını kimə verəcəksiniz? Zəhmət olmasa mənim üçün təkrar edə bilərsiniz. 2022-ci ildə İngiltərənin Oswestry şəhərindəki 33 illik tarixi olan məşhur Michelin ulduzlu bir restoranın aşpazı Mark Sebastian Fischer restoranı nəyi itirməsi səbəbilə bağlamaq qərarı vermişdi? Bu aşpazlar üçün doğrudan da çox kədərli hekayədir. Onlar öz Michelin ulduzlarını itirəndə doğrudan da depressiyaya düşürlər və bəlkə bu müəllim hətta öz restoranını da bağlayıb. Siz olmusunuz nə vaxtsa Michelin ulduzlu restoranda? Bir dəfə səhvən girmişəm, qiymətləri görüb qayıdıb çıxmışam. Hansı şəhərdə olmuşdu bu? Sevilliyada. Tural, bəs siz... 100%. Tural ağzının dadını bilən adamdır, mən bilirəm. Hansı restoranda olmuşdu? Siz harada gittiniz? Parisdə olmuşuq və o restorana düşmək çox çətin idi. Hansıdır o? Adı indi yadımda deyil, amma kiminsə dostları, Obama da ora getmişdi, nə bilim, kimsə gəlirdi. Və siz də? Yəni orada şəkillər var idi, dedim mənim də şəklimi qoyun, icazə vermədilər, bilmədim niyə görə. Yəqin breyringə baxmırlar. Amma olmuşam yəni. Olmuşsunuz. Hesabı kim ödəmişdi? Mən yox, mənə dəvət eləmişdi. Məni isə dəvət eləməmişlər, indi yəqin ki aydın. Mən sizi kədərləndirim ki, bu iki xala da sizi dəvət edə bilməyəcəm. Çünki sözü gedən aşpaz Michelin ulduzunu itirməmişdi. Halbuki bu doğrudan da aşpaz olub ki, buna görə intihar edib. O, Covid-19 zamanı dad bilmə və qoxu bilmə hissini itirmişdi deyə restoranı bağladı. Yəni, əvvəlki kimi hazırlaya bilmirdi deyə. Növbəti sual 3 xal dəyərində. Pərviz, nə vaxtsa Concordda siz yəqin ki, uçmamısınız bu aydınlıq. Yox. Concordda əyləşmisinizmi? Heç vaxt. Simulyatorunu da sürməmisiniz? Simulyatorda bir dəfə olmuşam. Concordun simulyatorunda? Yox, onu yox. Mən Bizdə Airbus'dur, yəni olar. Onlarda olmuşam, başqa olmamışam. Mən sözün açığı bir dəfə Concord'a minmək şansı əldə etdim. Halbuki bu xüsusi olaraq Nəqliyyat Muzeyində nümayiş olunan Concorde idi və hətta orada bir maraqlı detal var idi ki, minib düşəndən sonra sənə real Concord'un miniş biletini təqdim edirlər ki, onu çərçivəyə vura bilirsən. Və sözün açığı minəndə mən şoka düşdüm. Bu doğrudan da çox komfortlu və xidməti ilə seçilən bir təyyarə idi. Çünki bizə orada xidmət də göstərdilər. Orada bilet kimi alırsan, keçirsən, oturursan, sənə xidmət göstərirlər. Və orada bir şeyi öyrəndim ki, Concorde təyyarəsinin səfərləri zamanı sərnişinlərə dünyanın hər yerindən müxtəlif delikateslər təqdim olunurmuş və 1997-ci ilə qədər Amerika Birləşmiş Ştatları səmalarını uçarkən hansı Kuba məhsulu verilən delikateslər və təqdim olunan xidmətlər sırasından çıxarılırdı? Vaxt. Milli Aviasiya Akademiyası, buyurun, kim cavab verir? Pərvin cavab versin. Bəlkə bu siqardır. Doğrudur. 3-1 və Milli Aviasiya Akademiyasının üstünlüyü. Bu döyüşdə onlara bu lazım idi və əldə etdilər. Növbəti sual. Bakı komandası neyinirsiniz? Heç nə yaxşıdır hər şey. İki düymə sıxan var, ikisi də Milli Aviasiya Akademiyasından. Ona görə bizim pilotlara etibar edirlər. Düymələri bilirlər, haçan nəyi basmaq lazımdır. Növbəti sual. Köpək balıqları haqqında filmlərin yaradıcıları mümkün qədər real kadrlar əldə etmək üçün dənizin dibinə inirlər. Onlar birinci şəxsin gözü ilə kadrlarını çəkmək üçün çəkilişin əvvəlində və sonunda nə etməlidirlər? Vaxt.
Köpək balığının yanına dalırlar bəlkə. Bəlkə köpək balığının yanına dalırlar. Dənizin dərinliyə düşürlər. Köpək balığının gözündən verməlidirlər. Əvvəl nə edirlər, sonra Əvvəl öz gözündən göstərir, sonra köpək balığının gözündən insanlar göstərir. onu eləmir. Buyurun Pərviz. Zar cavab versin. Zaur eşidirəm. Xoş gördük Fatih. Mən son saniyədə belə bir versiya yarandı ki, mən də bəlkə onlar köpək balığının formasını geyinirlər. İlk və son sekanslarda biz bunu görürük ki, yəni birinci şəxs deyəndə bu çox zaman məsəl üçün Spielbergin Çənələr filmində də biz bunu görə bilərik ki, məsəl üçün birinci şəxs əsasən yəni köpək balığının özü olur. Yəni köpək balığının gözündən görsənir. Yox, elə deyil. Baki cavab verə biləcəkmi? Buyurun. Zəhmət olmasa təkrarlaya bilərsiniz özüm üçün. Köpək balıqları haqqında filmlərin yaradıcıları mümkün qədər real kadrlar əldə etmək üçün dənizin dibinə enirlər. Onlar birinci şəxsin gözü ilə kadrlarını çəkmək üçün çəkilişin əvvəlində və sonunda nə etməlidirlər? Bəlkə köpək balığını ora çəkmək üçün əvvəldə qan lazımdır təbii ki köpək balığı üçün. Sonra da o təhlükə yaratmasın deyə bəlkə onu ümumiyyətlə yığışdırılır. Yox, hər şey daha sadədir. Sadəcə kameranı köpək balıqlarının üzərinə taxmaq, çəkilişdən sonra isə sadəcə çıxarmaq lazımdır. Növbəti sualın dəyəri 2 xal oynanılır və Milli Aviasiya Akademiyası bu suala cavab versə döyüşün qalibi olacaq. Nuray, düymə arxasında siz deyilsiniz. Amma düymə sıxanınıza indi bu düyməni qazanmaq çox önəmlidir. Ona nə deməlisiniz, nə deməlisinizsə indi deyin. Çünki biz indi onlara nə desək, bu oyunun nəticəsinə çox ciddi təsir edə bilər. Burada bəzi rüşvət təklif edirəm. Prosto bilir nəyi təklif edirəm. Nəyi? Çünki artıq hamımıza maraqlıdır. Bəli. Amma özü bilir. Ümid edirəm ki, o qəşəng düyməyə basacaq. Onun uçuş saatı da çoxdur digərlərinə nisbətən daha professionaldır. Ümid edirəm ki, elə nə qədər professional pilot tələb etsə, düymədə də elə olacaq. Diqqət! Sual. Və bu sual hər iki komandaya çox ciddi şanslar açır. Çünki Bakı komandasına bu suala cavab vermək ona görə lazımdır ki, hesabı bərabərləşdirsin. Milli Aviasiya Akademiyasına isə sadəcə döyüşdə qalib gəlmək üçün. Sual da budur. Kuba məsəlinə görə yaxşı sayılması üçün pendir, çaxır və dostluq məhz belə olmalıdırlar. Necə? Vaxt. Düymə Bakı komandasında sıxıldı. Namiq cavab verəcək. Buyursun. Köhnə olmalıdır. Pendir. Yəni köhnə pendir daha yaxşıdır, köhnə dostluq daha yaxşıdır, şərabın da köhnəsi ən yaxşıdır. 3-3. Bəli, tamamilə doğru izah etdiniz. Deyim ki, Milli Aviasiya Akademiyasında bu cavabı yox idi, var idi. Amma düyməni sıxa bilmədilər. Növbəti sual. Otar Yeselyaninin filmlərinin birində bir fransız restoranına müştərinin gəlişi göstərilir. Siz mənə deyin, masanın düzülüşü, yəni servis olunması zamanı onun daimi müştəri olduğu tamaşaçıya necə nümayiş etdirilmişdi? Vaxt. Bakı komandası buyurun. Bayaqların Paris restoranları ilə bağlı Tural danışdıq, o elə o cavab versin. Deməli, bu müştəri solaxaydı, yəni fərqli qoyublar. Adətən, misal üçün, sağdan, soldan qoyurlar. Bunun üçünsə fərqli qoyublar ki, çünki bilirlər ki, bu solaxay müştəridir, ona görə. 4-3. Halbuki əminəm ki, Tural həmin filmə baxmayıb, amma doğru məntiqi tuta bildi. Bəlkə də bundan sonra Tural özü də bir film çəkə bilər. Növbəti sual yenə bir xal dəyərində. Pərviz, kinolarla aranız başa düşdüm ki, çox yaxşı deyil. Bəs seriallarla? Əsasən biraz dramatik dediyim, məsəl üçün Dark tipli ya da Stranger Things tipli kinoları izləməyi sevirəm. Biraz da köhnə tipli, məsəl üçün Lord of the Rings, Harry Potter, yəni bu tipdə. Məndə yaxşı siyahı var, sizə ötürərəm, baxarsınız. İnşallah. Və başlamaq lazımdır Friends serialından. Bilirsiniz nəyə görə? Yox. Friends serialını İngilis dilini öyrənmək istəyənlər üçün tövsiyə edirlər. Deyirlər ki, bu serialı ona görə baxın ki, o serialdakı danışıq dili sizə dilinizi inkişaf elətdirməyə kömək olur. Və bir serial var, onun da personajları Friends serialı mövzusunda quiz oynayırlar. Onların komandasının adı
həm Fransadakı bir şəhərin adıyla, həm də həmin kult serialdakı personajlardan birinin adıyla eynidir. Bəs o komandanın adı nədir? Vaxt. Bəlkə bu çox da biliklə zəhlən bağlıdır. Parisdə Buyurun, Bakı komandası. Bəlkə Monacodur və həmin serialda da Monika adlı personaj da var ona görə. O deyil, yox. Milli Aviasiya Akademiyası düşünür. Ren ola bilər. Orada Friends'də də bir dənə personaj var. Rachel vardı. Rachel'dan Ren'e gedə bilər amma. Basıram. Buyurun. Siz nə düşünürsünüz? Ə, Xanım personajı. Belə bir versiya var bizdə. Friends'də Rachel deyilən bir personaj vardı. Ondan Ren'e yola çıxmaq olar məsəl üçün. Aha. Yenə deyirəm, bu həm Fransada şəhər adıdır, həm də serialdakı Ross'un meymununun adıdır, Marcel. Onu yada salmaq lazım idi. Növbəti sual 2 xal dəyərində. Hər iki komanda qələbə vəd edən sualdır. Əvvəllər Venetsiyada bundan yalnız görüşə gedən sevgililər, gizli nümayəndələr və bir də oğrular istifadə edirdi. Sonra isə o bir mühüm tədbirin atributuna çevrildi. Söhbət nədən gedir? Vaxt. Düymə Bakının masasında sıxılıb. Kənan cavab verəcək. Buyursun. Bu yəqin Venesiya karnavalına görə maskadır. Odur maskadır. Tamamilə doğru. Bakı komandası masa arxasından qalib kimi qalxır və tribunalara geri qayıtmaqla növbəti 2 final döyüşünə qayıdacaqlarını bizə göstərirlər. Sizin yeriniz məlumdur. Və aydındır məsələ, ona görə də gəlin davam edək. Kimlə davam edirik? Kim oynamaq istəyir? UNEK, Bakı Dövlət Universiteti, Goranboy Gənclər Şəhəri, Gəncə oynamaq istəyir. Natiq müəllim, çoxdandır görüşmürük oyun masasında. Necəsiz? Yavaş-yavaş. Niyə oynamırsınız? Çağırın bir dəqiqə oynayacaq. Bu dəqiqə? Yaqinç. Bu həftə yox. Olsun. UNEK-i dəvət edirəm. Qırmızı masa arxasına. Vaqif Süleymanov, Cabbar Qasımzadə, Muxtar Cəfərov, Məzahir Məmmədov, Hüseyin Seyidov və komandanın kapitanı Rəşad Ağayev öz yerlərini alırlar. Və başqa ringə kim çıxmaq istəyir? Gəncə əyləşsin. Sizinlə dəqiq oynamırıq. Sabirabadla oynaya bilərik, Lənkəranla oynaya bilərik, Nar Plusla oynaya bilərik. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti pis fikir deyil, amma bir də onlar bir balaca aşağı əyləşəsiz. Sumqayıt yaxşı görünsün, çünki yaşlı masaya çıxırlar. Sumqayıt komandası qarşılayın. Həmzə Əhmədov, Emil Yusuflu, Ceyhun Abdullayev, Toğrul Qurbanov, Muxtar Səfərov və komandanın kapitanı Əşrəf Paşabəyli oyuna çıxır. Hər iki komanda uğurlar. Hesab 0-0-5 xala qədər yarışırıq. Birinci sual 1 xal dəyərində. Hayda. Heyf ki, Norm Sement komandası masa arxasında deyil. Siz bu sualı rahatlıqla tapardınız. Nəyin inşası zamanı yenilənmiş çoxsaylı rekordlardan biri də tikinti zamanı borular vasitəsilə beton qarışığının rekord hündürlüyə qaldırılmasıdır. Vaxt. Sumqayıt. Fatih, ilk növbədə sizi salamlamaq istəyirəm. 3 aydır ki, görüşə bilmirik. Ona görə biraz uzun müddətdən sonra sizi salamlamaq istəyirəm. Nəhayət ki, buradasınız. Bəli, çox sağ olun. Bu suala Həmzə cavab verəcək. Burç Xəlifə. Tamamilə doğru cavabdır. Bu dünyada ən hündür tikilidir. UNEK-də də bu cavab var idi, amma onları qabaqlayan Sumqayıt və düymə sıxan Muxtar Səfərov oldu. Muxtar, sizdə nə var, nə yox? 3 aydır görüşmürük. Mən də belə deyim də bu həftələr ərzində düymədən əlavə öz biliyimi artırıram suallarla. Möhtəşəmsiz. Mən belə komanda görür ki, məndə də bir potensial var. Mənə birisi də maraqlıdır, Muxtar. Biz sizinlə neçə həftədir oynamırıq, amma oyunlara baxırsınız, burada iştirak edirsiniz, görürsünüz. Braining dəyişir. Braining dəyişir. Və deyəsəm, sizin ürəyinizcə olmayan dəyişikliklər baş verir. Yox, biz sadəcə məcburuq ki, ona uyğunlaşaq. Niyə? Çünki qaydalar dəyişməyib. İnsanlar dəyişir, qaydalar dəyişməyib. Bizim də istədiyimiz odur ki, insanlar dəyişsə də qaydalar dəyişməsin. Qaydalar dəyişməsin, qaydalar ədalətli olsun və layiq olan qazansın. Bəs sizcə daha çox mən dəyişirəm, yoxsa oyunçular? Onu oyundan sonra deyərəm də sizə.
Bu arada xatırlatmaq istəyirəm ki, Azərbaycan çempionu olan komanda indi masa arxasındadır. Son Azərbaycan çempionu Sumqayıt komandası. Və mənəm sadəcə maraqlıdır. Yəni, öz qələbənizi də ədalətsiz hesab edirsiniz, yoxsa... Yox, biz ədalətsiz demədik. Yox, mən sadəcə Muxtar, sizinlə danışmam, Muxtarla danışıram. Sizinlə ədalət tərəzisinə qoyulası bir şeyimiz yoxdur. Amma yenə də Muxtar, məndə belə təəssürat yarandı ki, elə bil ədalətlə bağlı narahatlığınız var. Varsa deyin, belə fürsət bir də düşməyəcək. Yox, ədalətlə bağlı yeganə sıxıntımız Ədalət Şükürova eşitmək istəyərdik burada. Başqa heç bir sıxıntımız yox. Söz verirəm, tezliklə yaxın həftələrdə onu da eşidəcəksiniz. Şair Musa Yaqub Bakı metrosunun hansı stansiyasında olarkən qatardan düşən şair Əli Kərimi gördüyünü təəssüflə xatırlamışdı. Vaxt. Yunay komandası kim cavab verəcək? Muxtar cavab verəcək. Buyurun. 20 yanvar. O deyil. Masadan qalxmalı olursunuz, Sumqayıt düşünür. Təəssüf, Əli Kərim oradan ilk dəfə Şahır da pul zavodlarla Əgər sözü olsa düşməyini bilməyinə bağlı. Ulduzdan düşməyə zəv verir. orada düşməyini bu təəssüflə xatırı. Niyə? O ərazidəki şeylərə görə, məsəl üçün zavod olan yerlər. Düz yerdə, qəşək də ulduz ola bilər də o, bəlkə zavodda o da... Buyurun, eşidirəm. Fatih, zəhmət olmasa sual təkrar edərdiniz. Şair Musa Yaqub Bakı metrosunun hansı stansiyasında olarkən qatardan düşən şair Əli Kərimi gördüyünü təəssüflə xatırlamışdı. Bizim belə versiyamız var ki, Ulduz stansiyasının ətrafı həmin dövrlərdə adətən zavodlardan ibarət idi və ona görə bəlkə də Əli Kərim də o zavodlardan birində işləyirdi. Yəni, Ulduzdur versiyamız. Musa Yaqub cəmisi 38 yaşında vəfat edən Əli Kərimin qatardan məhz gənclikdə düşdüyünü yazmışdı. Növbəti sual 2 xal dəyərində. Tarixçi Frank Holt bu elmi istiqaməti seçməsi barədə danışır. Mən puldan ötürü tarixlə maraqlanmağa başlamadım. Tarixdən ötürü pullarla maraqlanmağa başladım. Frank Holt hansı elmi sahənin mütəxəssisidir? Vaxt. Sumqayıt komandası buyurun. Həmzə. Numizmatika ilə. Siz özünüz necə pul yığırsınız? Xeyr. Numizmat deyirsiniz? Xeyr. Əslində hər kəs Ancaq bir balaca numizmat deyir. Yəni pul yığmağı bacarırsansa, mən misal üçün numizmatam. Sadəcə ancaq manat yığıram. Bizdə Emil o işə baxır. Arzu edirəm ki, siz də bu numizmatikaya başlayasınız. Düz cavab verdiniz. 3-0. Növbəti sual, yenə bir xal. Bunu Şəki komandası 100% bilir. Qar kütləsinin dağın zirvəsindən sürüşüb yamaçdakı qara qarışması və yeni qar kütlələrini özü ilə aparmasına Azərbaycanca uçqundan başqa nə deyirlər? Vaxt. Türklər heleyan deyir. Azərbaycan nənədir. Bu köhnə qar gəlir, yeninə aparır. Güney komandası buyurun. Kim cavab verəcək? Kim? Vaqif cavab verəcək. Bəlkə belə qat-qat olur deyə paxlava ilə bağlı bir şeydir nəsə. Paxlava. Yeri gəlmişən Şəkidəki paxlava deyil ha, halvadır. Olsun, tamam. Sumqayıt düşünür. Xoşuma gəlmir. Hansı kəndin adı ola bilər? Şəkidə. Uşaqlar, yuxarıdan aşağı gəlir köhnə qar. Gəlir təzəni də yuyur aparır. Sel oxşur, amma qar selmə. Fatih, zəhmət olmasa sualı Emil üçün təkrar edərdiniz. Qar kütləsinin dağın zirvəsindən sürüşüb, yamacdakı qara qarışması və yeni qar kütlələrinin özü ilə aparmasına biz nə deyirik? Uçqun deyirik də. Bunun başqa adı da var, bilirsiniz? Sadəcə təxmin eləyirəm ki, bu seli xatırladır. Bəlkə buna da qar seli deyirlər. Buna qar uçqununa həm də marxal deyirlər. Marxalın adı səndimə oradan gəlib. Növbəti sual 2 xal dəyərində. Marxal Azərbaycanda az yayılmış hadisədir. Hətta coğrafiyaşünaslar təəccüblənirlər ki, elə bil ki, marxal yoxdur, bildiyimiz marxal, Şəkidəki marxal. O da deyir, elə bil öz yerində deyil. Bu ifadə nəyə eyham edilərək işlənir? Amma təfsilatlı izah edin. Vaxt. 2 də vur ver. Başqa da hesab. Yunay komandası buyurun. Kim cavab verir? Cabbar.
Salam Fatih. Bizim versiyamız bundan ibarətdir ki, biz düşünürük ki, həmin Marxalda Yamazda yerləşir. Bayaq öncəki sualda izah edildiyiniz kimi. Və biz düşünürük ki, indiki yerləşməyə deyirlər ki, Yamacda yerləşmir. yəni necə sürüşüb gəlir və düşünürük ki, o da gəlib sürüşüb indiki yerində dayanıb. Yox, elə deyil. Sumqayıt düşünür. Nəsə yerində olmamağı nəyə? Uşaqlar, mən düşünürəm ki, bəlkə bu bayaq nə dedi? Köhnələr gəlir, təzələr aparır, gedir da. Tutaq ki, əhalinin yayımı ola bilər. Məsələn, Şəkidə olanlar çoxalıb gəlir, buraları tuturlar. İlham deyir. Sumqayıt komandası kim cavab? Zəhmət olmasa yenə Emir üçün təkrar eləyərdiniz. Azərbaycanda marxal az yayılmış hadisədir. Hətta coğrafiyaşünaslar təəccüblənirlər ki, elə bil marxal adı da, özü də yerində deyil. Bu ifadə nəyə eyham edilərək işlənir? Bu eyham olaraq ona görə işlənir ki, bəzi yerlərin adı sadəcə düzgün qoyulmayıb və yenidən adlandırmağa bəlkə də ehtiyac var. İş ondadır ki, mən izah edim, çünki sizin izahınızı qəbul edə bilməyəcəm. İş ondadır ki, ölkəmizdə marxal, uçqun olsa Kiçik Qafqaz dağlarında ola bilər. Böyük Qafqaz dağlarında isə yox. Şəki isə məlum məsələdir, Böyük Qafqazda yerləşir. Növbəti sual 3 xal dəyərində. 1981-ci ildə Fransada ölüm hökmü ləğv edildi. Bəs 1977-ci ildə Tunisli Hamuda Candubi hansı üsulla edam edilmiş sonuncu şəxs kimi tarixə düşüb? Vaxt. Sumqayıt, buyurun. Fatih, mən bu faktı bilirəm, bu gilyotindən son edamdır. Tamamilə doğrudur və Sumqayıt komandası masa arxasında qala bilir. Unik əfsuslar olsun ki, bu şansdan faydalanmır və bu döyüşdən xal götürə bilmədiyi üçün tribunalara məyus qayıdır. Görəsən, Sumqayıtın Bakı komandasına qarşı döyüşü necə bitəcək? Bu iki final döyüşü üçün komandanı qırmızı masa arxasına dəvət edirəm. Kənan Dadaşzadə, Namiq Quluzadə, Səbuhi Göyüşov, Tural Sultanov, Ağarəhim Qılıcı və Elgün Əbdürrəhmanov yenidən öz yerlərini alırlar. Biz isə kiçik bir musiqili time-outdan sonra onların bu gərgin mübarizəsini görəcəyik. İki final döyüşü və iyun ayının finalçısının müəyyən olunacağı bu verilişə diqqətlə baxın. Vaqif Nağıyevin gözəl ifasından sonra davam edirik. İkisi bir boyda gezen güzeller, ikisi bir boyda gezen güzeller, toyda mağarda süzen güzeller, toyda mağarda süzen güzeller, her söze bir söz düzen güzeller, adı dillerde gezen güzeller, her söze bir söz düzen güzeller, adı dillerde gezen güzeller, adı dillerde gezen güzeller. Eyvana çıktım gördüm yar gelir, eyvana çıktım gördüm yar gelir. Dağlar maralı o maral gelir, dağlar maralı o maral gelir. Üstüne giyip kara şal gelir, yanağı üstte kara kal gelir. Üstüne giyip kara şal gelir, yanağı üstte kara kal gelir. Aşık gerek diye sözü düzü düze, aşık gerek diye sözü düzü düze. Aşıklar kimi bakak üz üze, aşıklar kimi bakak üz üze. Örülü saçlar dökülsün dize, herden biteysin düzler üz düze. Örülü saçlar dökülsün dize, herden biteysin düzler üz düze. Gel camanık gel verey el ele, gel camanık gel verey el ele.
Yerlərə səndə dəysin tel-telə, yerlərə səndə dəysin tel-telə. Qovuşaq ömrə neçə səlsələ, gələ yüz-üzə neçə güldülə. Qovuşaq ömrə neçə səlsələ, gələ yüz-üzə neçə güldülə. Çıktım gördüm yar gelir. Eyvana çıktım gördüm yar gelir. Dağlar maralı o maral gelir. Dağlar maralı o maral gelir. Üstüne giyip kara şal gelir. Yanağı üstte kara kal gelir. Üstüne giyip kara şal gelir. Yanağı üstte kara kal gelir. Üstüne giyip kara şal gelir. Yanağı üstte kara kal gelir. İctimai Televizyon efirində buraya ringə baxırsınız və verilişimizin baş sponsoru Nardır. Mən sizə xatırlatmaq istəyirəm, əgər siz hələ də Nar Plus tətbiqini yükləməmisinizsə, mən elə gəlir ki, Nar nömrənizi idarə etmək üçün və bütün yeni tariflərə qoşulmaq, internet paketləri əldə etmək, ümumiyyətlə nömrənizlə bağlı bütün əməliyyatları icra etmək üçün bu ən doğru tətbiqdir. Heç vaxt siz Nar ofislərinə getmək zəruriyyəti yaşamayacaqsınız. Çünki bu tətbiqdən rahatlıqla nömrənizlə bağlı bütün əməliyyatları icra edə bilərsiniz. Odur ki, Nar Plus tətbiqini yükləyin, ətraflı məlumat üçün Nar Az saytı və ya 777 nömrəsini yığa bilərsiniz. Bugün bizim müstəqil hakimimiz, baş sponsorumuz olan Narın İctimai Əlaqələr üzrə meneceri Anar Məsimovdur. Anar müəllim, belə böyük derbi hər gün olmur. Bakı Sumqayıta qarşı. Kimin qazanmaq şansı daha çoxdur? Bayaq hər iki komandanın oyununu gördünüz. Yox, 50-50-yə deyərdim. Yəni hər iki komandanın elə oyununu gördüyümə görə. Aydındır. Mən yeri gəlmişkən yenə hədiyyələrə görə təşəkkür edəcəyəm. Bugün qalib gələcək komanda iyun ayının finalında oynamaq şansı qazanır və onlar üçün hazırlanan hədiyyələr Nardandır. Hər zaman olduğu kimi baş sponsorumuz Nar ayın çempionlarına xüsusi hədiyyələr hazırlayır. Nar sənə ən yaxın. İndi qırmızı masa arxasında Bakı, yaşıl masa arxasında Sumqayıt komandası və Nar 4G nişanı hər iki düymə sıxana lazımdır. Yeri gəlmişkən gəlin yoxlayaq. Muxtarın belə 4 nişanı var. Ağarəhimin də uyğun olaraq 4. Kiməsə üstünlük verəcək. Kim düyməni mən vaxt deyəndə sıxsa. Diqqət, vaxt. Muxtar, təbrik edirəm. Siz Narın 4G xidməti qədər sürətli oldunuz. Ona görə də 4G nişanı sizdə və bu sizə bu oyun ərzində fay start etsəz masa arxasında qalmaq şansı verən bir immunitet rolunu oynayacaq. Əlasız başlaya bilərik. Hesab 0-0. Bir neçə il əvvəl 1994-cü ildə dünyasını dəyişmiş Nirvana'nın keçmiş solisti Kurt Cobain'in 1990-cı illərin əvvəllərində sındırdığı gitara hərracda $600.000 satılmışdı. Bəs hərrac New York'ta hansı restoranda baş tutmuşdu? Vaxt. Sumqayıt kim cavab verir? Həmzə cavab verəcək. Bu Hard Rock restoranıdır. 1-0 və Sumqayıtın yenə üstünlüyü. Elgün. Bəli. Necəsiz? Çox sağ olun, siz necəsiz? Siz bugün Azərbaycanın ən çox əhali yaşayan şəhərinin adını sinənizdə daşıyırsınız. Bəli. Və bu heç də kiçik məsuliyyət deyil. Əlbəttə Sumqayıt sakinləri də indi bizə baxır, deyir, bir dəqiqə bizim komandaya nə olub ki? Bir dəqiqə, bəs biz. Sizcə bugün kim qalib gələcək? Mən müstəqil hakimin rəyi ilə razıyam. Məncə 50-50-yədir şanslar. Oynayaq görək nə olur. Əşrəf, siz nə fikirləşirsiniz? Bax, bu döyüşdən niyə qalib siz çıxmalısınız? Biz ümumiyyətlə Bakı komandasındakı bütün oyunçular bizim dostlarımızdır. Yəni istənilən halda dostluq qalib gələcək. Hamı ilə dostsuz? Bəli, bəli. Nə oldu ki, dostlar oynayır bir-birinə qarşı? Bəli, belə də olur. Çünki Bakı ilə Sumqayıtın heç vaxt düşmənçiliyi olmayıb. Növbəti sual bir xal dəyərində.
1995-ci il oktyabrın 28-də Cümşüd Naxçıvanski adına hərbi liseyin kursantı Ruslan İsayev öz kursant yoldaşları ilə birlikdə bir neçə şəxsi yanğından xilas etmiş, özü isə həlak olmuşdu. Bəs bu hadisə harda baş vermişdi? Vaxt. Bakı, kim cavab verir? Buyurun. Namiq Cəfərci. Nərmanov metrosu ilə Ulduz metrosunun yəni arasında qatar yanmışdı, oradan xilas eləmişdi. Tam doğru cavab, 1-1. Əşrəf, Sumqayıta metro çəksəydilər. Çəksəydilər biz də tapardıq bu sual. Bəs siz mənə deyin, əgər bu metro çəkilsə, indi belə deyək də, hər gün Sumqayıtdan Bakıya yol ölçən birisi kimi gəlin Emil Yusubludan dəqiqləşir. Emil, harda istəyəriz? Metronun çıxışı Sumqayıtın harasında olsun? Əvvəlcə onu deyim ki, bütün Sumqayıt sakinləri kimi mən də 20 yanvara çatanda elə bilirəm artıq Sumqayıta çatmışam. Çünki o yol mənim üçün adiləşib. 20 yanvar Sumqayıtın bir uzantısıdır kimi gəlir mənə. Yəni ona görə böyük ehtimal ki, 20 yanvardan çox da uzaqda olmayacaq yəqin. Yox, Sumqayıtın özündə harda çıxsın? Sumqayıtın harasında daha yaxşı olar. Yəqin ki, Sumqayıtda müxtəlif yer adları var. Məsələn, Elmarın dairəsi, Səməd Market və s. və s. Ümid edirəm bu reklam qanunu pozmur. Yəqin ki, Səməd Market olar, çünki mən onun yaxınlığında yaşayıram. Allah, mən bilirdim, axırda gətirib öz evinin yanından çıxardacaq. Növbəti sual. Nəbi Xəzri kimin qəhrəmanlığına həsr etdiyi şeirində onun alovların keşməkeşindən çıxaraq otlar içində yenidən doğulduğunu deyir. Vaxt. Bakı komandası buyurun. İnanam ki, bu dəfə yaddaşımız bizə kömək eləyəcək. Kənan Cəfər. Ruslan İsayev. 2-1, bəli. Əvvəlki sualda haqqında danışılan kursant barədə idi bu sual. Növbəti sual. Detektiv əsərlərindən birinin qəhrəmanı qarşısındakı qadının özünü başqa biri kimi təqdim edən fırıldaqçı olduğunu, qadının Paris artıq əvvəlki kimi deyil mövzusunda mühakimə yürütməyə başladıqdan sonra anlayır. Bəs bu zaman söhbət hansı süjetdən gedirdi? Vaxt. Bakı komandası buyurun. Tural Cəfərci. Ümumiyyətlə heç başa düşməyib söhbət nədən gedir. Parisin məhkəməsi belə bir əsər var. Yəqin çaşdırıb oynayan Paris həmin deyil. 3-1. Çox düz xatırladınız. Onun həm söhbəti qəhrəmanın savadlı tanışından fərqli olaraq bu mifi bilmirdi və beləcə özünü ələ verdi. Söhbət ingilis dilində gedirdi və Judgment of Paris ifadəsi həm Parisin məhkəməsi, həm də Paris haqqında mühakimə kimi tərcümə olunur. Qadın ifadəni səhv başa düşmüşdü. Amma Tural düz başa düşdü. Növbəti sual bir xal dəyərində. Müasir incəsənət janrında çalışan bir rəssam çoxlu sayda boş qutudan ibarət bir əsər yaratmışdı. Bəs o nə üçün öz əsərini bir il adlandırmışdı? Vaxt. Buyurun. Bu suala Həmzə cavab verəcək. Çünki bir il ərzində o sənət əsərini ortaya çıxartmışdı. Elə deyil. Bakı düşünür. Hər gün boş gündür. Doldurmaq lazımdır. Kim cavab verəcək? Mən üçün təkrarlaya bilərsiniz, zəhmət olmaz. Müasir incəsənət janrında çalışan bir rəssam çoxlu sayda boş qutudan ibarət bir əsər yaratmışdı. Nə üçün o öz əsərini bir il adlandırmışdı? Gəlin çoxlu saydanı konkretləşdirək. Düşünək ki, həmin əsərdə 365 dənə bankadan və ya tullantıdan, qutudan istifadə edib ona görə. Yox, bunlar mən yenə deyirəm, nə üçün öz əsərini bir il adlandırmışdı? Ona görə ki, bu onun bir il ərzində istifadə etdiyi əşyaların boş qutuları idi. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Diqqət. Şirvanşah Aksitan Nizami Gəncəvidən Leyli və Məcnun mövzusunda əsər yazmağı xahiş edərkən gəlinə ərəb və fars bəzəyi vur deyərkən nəyi nəzərdə tuturdu? Vaxt. Bakı komandası kim cavab verəcək? Səbuy Cəfərci. Səbuy birinci döyüşün qalibi ola bilərsiniz. Buyurun. Düşünürük ki, bildiyimiz kimi Leyli Məcnun fars dilində yazılıbdır və o gəlinə ərəb və fars bəzəyi vur deyərkən nəzərdə tutulan əsərin fars dilində olması və yəqin ki, çoxlu ərəb sözlərindən də istifadə edilməsidir. Yəni bu sözlərdən istifadə Yox, elə deyil. Sumqayıt düşünür.
ərəb və fars bəzəyi vur deyib də gəlinə. Bənzətmələrdə metaforalardan istifadə etmək falan var. Uşaqlar, çoxlu metafor. Metaforalardan istifadə yaxşıdır. Yəni təsviri elə ki, gəlin bilinsin ki, çox gözəldir ya da nədirsə. Bənzətmələrdən daha çox. Bənzətmələrdən çox istifadə edir. Ərəb və fars. Ərəb və fars məncə. Yaxşıdır, yaxşıdır. Buyurun. Hadi biz düşünürük ki, yəni burada nəzərdə tutulan odur ki, gəlini təsvir eləmək üçün çoxsaylı metaforalar istifadə olunmalıdır və burada ərəb və fars dilində olan metaforalardan istifadə olunmalıdır. O da deyil. O sadəcə demişdi ki, əsəri ərəb və ya fars dilində yaz. Yəni bunu bildirmək istəyirdi. Növbəti sualı 3 xal dəyərində. Şair Cahit Sıtkı Tarancı öz xarici görünüşünü bəyənmədiyi üçün evindən hansı əşyaları yığışdırmışdı? Vaxt. Bakı komandası döyüşün qalibi ola bilər. Düz cavab versəz. Kənan cavab verəcək. Kənan? Güzgü. Bəli, güzgüləri. Bu Bakının birinci qələbəsidir və bu döyüşdə qalib gəlməklə onlar daha bir qələbəyə iddialı olurlar. Çünki 2 ardıcıl qələbə onları iyun ayının finalına çıxara bilər. Amma Sumqayıt belə rahat təslim olmayacaq. Bizi deyəsən maraqlı bir məqam gözləyir. İndi hesab 1-1 olsa əlavə bir suala da ehtiyac yaranacaq. Bir sual da var. Elə indi X sosial şəbəkəsində narın hesabına daxil olun, görəcəksiniz. O sualı doğru cavablandırsanız hədiyyə də qazanacaqsınız. Uğurlar. Biz isə davam edirik. Niyazi Əbdürrəhimov ötən əsrin 30-cu illərində Qışlaq kəndində dünyaya göz açıb. Daş hörgüsü ustası kimi şöhrət qazanıb və hətta ona şeir dərsi olunub. Usta Niyazi şeiri. Bəs onun Şəkidə tikdiyi ən məşhur evdə indi kimin ev muzeyi yerləşir? Vaxt. Sumqayıt komandası buyurun. Kim cavab verir? Həmzə. Mirzə Fətəli Axundzadə. Deyil. Bakı düşünür. Niyə? Sabit Rəhmanın 30-cu ildə doğulub qaqaş. Şəkidə çox adam var da. Vahabzadə. Yanından keçmiş. Mən üçün təkrarlaya bilərsiniz. Sevinirsiniz, deyəsən tapmışsınız. İndi yoxlayarıq. Usta Niyazi şeirini yazan, yəni Şəkidə Usta Niyazinin tikdiyi ən məşhur evdə indi kimin ev muzeyi yerləşir? Bəxtiyar Vahabzadə düşünək. Bəli, belədir. 1-0. İkinci döyüşü də siz açırsınız. Elgün, şanslar böyüyür sanki, hə? Mən hələ də düşünürəm ki, şanslar 50-50-dir. Ona görə heç bir şey dəyişmir. Hətta hesab 4-4 olsa belə. Yəni 5 olmadığı müddətcə 50-50-dir. Çünki bireyində həmişə möhtəşəm geri dönüşlər olur. Oy. Əşrəf eşidirsiniz, şans axıra qədər var. Bir serialda gənc bir oğlan yatağında ölü vəziyyətdə tapılır. Hər kəsin intihar versiyası üzərində dayandığı zaman oğlanın yenicə tanış olduğu qız bu ölümün qətl olduğunu iddia edir. Bəs həmin qız iddiasını necə əsaslandırmışdı? Vaxt. Sumqayıt komandası buyurun. Ceyhun cavab verəcək. Silah onun sağ əlində idi, amma oğlanın solaxay olduğuna görə düşünür ki, bu intihar deyil. Yox, elə deyil. Bakı düşünür. Deməli, boyama planı var. Necə izah edir? Mən izah edirəm. Odur ki, öldürsən, niyə saat qoysun? Orada çoxlu saatlar var. Zənci saat qoymuşlar. Bunlar serialda baxmışlar, saatlıdır. Elgün kim cavab verəcək? Baxmışam. Baxmışsınız? Niyəsə belə bir epizod xatırlayıram. Deməli, həmin epizodda çoxlu zəngli saatlar qurulur və xanım da deyir ki, əgər o intihar etmək istəsəydi, sabah üçün bir plan olmazdı və zəngli saatda qurmamış olardı. Orada çoxlu qurulmuş zəngli saatlar var. Baxmışıq. Mən belə başa düşdüm ki, seriallara baxırsınız. Bəli. Sadəcə bu seriala baxmamısınız. Ola bilər, amma belə bir şey görmüşük.
Bu oğlan qızla tanış olduqdan sonra onu yeməyə dəvət etmişdi deyə həmin qız iddiasını belə əsaslandırmışdı. Növbəti sual 2 xal dəyərində. 1755-ci ildə bu adada qəbul edilmiş konstitusiya fransız deyil, İtalyan dilində hazırlanmışdı. Çünki Pascal Paoli İtalyan dilini adanın yeganə rəsmi dili elan etmişdi. Söhbət hansı adadan gedir? Vaxt. Yenə Bakı. Kənan cavab verəcək. Korsika. Korsika 3-0. Bu o deməkdir ki, Bakının yenə üstünlüyü yaranır. Muxtar. Düymə işləyir. Siz biraz yubanırsınız deyə hiss edirəm. Bu ədalət şükrofi gəlmədi. O motivasiyam hələ ki bərpamdır, amma düzələcək. Siz hələ də ədalət axtarırsınız. Əşqər, nə baş verir? Hələ ki biraz bəxtimiz gətirmir, amma ümidlərimizi itirməmişik, davam edirik oynamağa. Amma rəqiblərin masasından da oyunçu qaldıra bilməmişsiniz, hə? Yoxsa bunu mən etməliyəm? Yox, yəni tam heyətdə də oynaya bilərik onlara qarşı düşünürəm. Sizə bu iki oyunçusuz oynamaq necədir? Həmzə, çətindir, təbii ki, hər ikisi. Ceyhun yoxdur. Yəni çox çətindir, amma yenə də dediyim kimi ümidlərimizi itirmirik, ümid edirik ki, qələbə qazana bilərik. Eyni ümidlə mən də növbəti sualı verirəm. O 1 xal dəyərindədir. Filoloq Nigar Göyçaylı 2 yazıçının əsərindən istifadə etməklə Ərəb və Azərbaycan nəsrində Babək və Xürrəmilər obrazı dissertasiyasını müdafiə etmişdi. Onlardan biri ərəb yazıçıdır, Circi Zeydandır. Digəri kimdir? Vaxt. Buyurun, Sumqayıt komandası kim cavab verəcək? Bu suala bizim versiyamız Cəlal Bərgüşaddır. İlk saniyədə Bəli. kapitan cavab verir və düz deyir. Düz deyir. Mənə elə gəlir ki, o masadan az qalırdı qalxsın. Əşrəf, amma bir də qalxın zəhmət olmasa, sizi alqışlasınlar. Bu möhtəşəm gedişidir. Riskli və möhtəşəm. Növbəti sual. Londonun mərkəzində hərəkət sürəti gündüz vaxtı saatda 14-16 kilometr arasında dəyişməkdədir. Bu sürət 100 il əvvəl mövcud olan nəyin orta sürətinə bərabərdir? Vaxt. Yenə Sumqayıt kim cavab verir? Buyurun. Bu suala Emil cavab verəcək. Eşidirəm sizi Emil. İlk saniyədə səhv etməyin. Bu yəqin ki 100 il əvvəl mövcud olan, bildiyiniz kimi orada 100 il əvvəl də metro var idi və elə onun orta sürətinə bərabərdir. Yox, elə deyil. Emil də masadan qalxır, Bakı düşünür. Sürəti ilə. İlk avtomobillər o qədər sürətlə gedirdi. İndiki orta sürətlə. Mən fayton zad olmalı. Avtomobildə 100 il əvvəl avtomobillər var idi. Okey. Elgün deyir ki, dəqiq bilirəm. Bilirsiniz, cavab verin. Zəhmət olmasa təkrarlaya bilərsiniz. Londonun mərkəzində hərəkət sürətinin gündüz vaxtı saatda 14-16 kilometr arasında dəyişməyinin hansı 100 il əvvəl mövcud olan bir şeylə əlaqəsi var? 100 il əvvəlki avtomobillərin maksimum sürəti ilə 14-16 idi. İndi orta sürəti 14-16 idi. İndi o qədər çox avtomobil var ki, hərəkət etmək mümkün deyil və həmin Londonlular 100 il əvvəl də elə o sürətlə gedirdilər, indi də o sürətlə gedirlər. Təəccüblənəcəksiniz, amma bu 100 il əvvəl mövcud olmuş atlı faytonun orta sürətidir. Sumqayıtın şansı yaranır. Hesabı bərabərləşdirmək. Hindistana, Səudi Ərəbistanında becərilən zəfəranların idxal olunması barədə xəbərdə hansı İngiltərə şəhərinin adı çəkilir? Vaxt. Buyurun, Bakı komandası. Əla. Namik cavab verəcək. Belə bir ifadə var, Newcastle-a kömür aparmaq. Yəni olan yerə nəyisə aparırsan, yəqin ki Newcastle. Tam doğru cavab və Bakının bir mənalı qələbəsi. İki ardıcıl döyüşdə qalib gələn Kənan Dadaşzadə, Namik Quluzadə, Səbuhi Göyüşov, Tural Sultanov, Ağarəhim Qılıçov və Elgün Əbdürrəhmanov bugün masadan qalib kimi ayrılırlar. İyun ayının finalında onlar da olacaq. Bakı komandası özünə orada yer təmin etdi və mən ümid edirəm ki, biz bugün ədalətin keşiyində yaxşı durduq.
Bəli, Sumqayıt üçün bir qədər ədalətsiz oyun oldu, belə başa düşürəm onların aspektindən. Bu ancaq nəticə ilə bağlı deyilə bilər, amma ümumilikdə mən burada ədalətin pozulduğunu Əslində görmədim. Bakı çox gözəl oynadı. Yox. Sadəcə Sumqayıtın o istədiyi ədalətdən söhbət gedir, ümumi anlayışdan yox. Əlbəttə. Bugün sizinlə ringdə mən idim və Anar Məsimov. Təşəkkürlər mənimlə olduğunuza görə. Bir həftədən sonra yenidən görüşmək ümidi ilə Narkubuk uğrunda yarışlar davam edir. Axtarıb tapdım səni Axtarıb tapdım səni Sən də mi sevdin yar məni Gör nə haldır görmür gözüm Şadlığından dünyanı Gör nə haldır görmür gözüm Şadlığından dünyanı Gel gel maralım gel 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 ceyranım Gel 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 maralım gel gel ceyranım gel Səni sevdim yar səni sevdim Gözüm görmez özgəni 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 Gel gel maralım gel 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 ceyranım gel 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 maralım gel gel ceyranım gel Səni sevdim yar səni sevdim gözüm görmez özgəni Səni sevdim yar səni sevdim gözüm görmez özgəni Halal olsun Süleyman Halal olsun Süleyman Sen de kelek bassan şeytan Öğretip beni yola saldın Bana rast geldi yarıcan Öğretip beni yola saldın Bana rast geldi yarıcan Gel gel maralım gel 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 ceyranım Gel 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 maralım gel gel ceyranım gel Seni sevdim yar seni sevdim Gözüm görmez özgəni Seni sevdim yar seni sevdim Gözüm görmez özgəni Seni sevdim yar seni sevdim Gözüm görmez özgəni Seni sevdim yar seni sevdim Gözüm görmez